Qasımov Rasim. Yəni bu Afəttin Cəlilовda yaşayıram. Burada da doğulub böyümüşəm. İndi hal-hazırda Bakubusda işləyirəm. Yəni müharibə veteranıyam. Bu bizonun da ki, yəni tanışlıq necə oldu? 3 ildir mən bu bizonu içirəm. 3 ildir. Yəni ki, gündə 4 dənə, 5 dənə, 3 dənə, yəni cürbəcə olur. Bir də həmişə kimi bu məhəllədə market var, Kral market. Yəni gedirəm bizon alıram. Bizon alıram, elə bir qurtum, yəni isə gəldim, evə çıxdım. Bəlkə sonra üstündən bir saat keçər, çay içərəm. Bir də gündən bir günə həmişə kimi girdim dükana, baxdım ki, bu bizon yəni ki, belə başqa cürddə, üstündə reklamımız adı var. Satıcıya dedim ki, bu nə məsələdir? Dedi ki, bəs maşın uduşu var, amma hələ ayın 1-dən başlayacaq da. Nəsə aldım, bunun uduşu necə olur? Başa saldı ki, burada qapağın altında nömrədir, tətbiqi zadı kömək elədi, yəni ki, biz onun tətbiqini yüklədik, bəs bura qeyd edəcəksən. Elə alandan, yəni ki, bu reklamlısını başladım almağa da. Alandan elə qeyd edirəm, gətirirəm, qoyuram o mikrovellərin üstünə evdə, o qeyd etdiyim qapaqlar. Çünki dedilər ki, qapağı saxlamalısan. Həftə də sonra da başladı, o ayın 1-dən deyəsən başladı da o uduşlar. Bir həftə getdi başa, baxdım beləsinə, gördüm ki, yox, uduş zat düşməyib, yəni atdım qapaqları. Təzədən o bir həftə, yəni də gündəlik içirəm də bunu da, vururam, yəni də yığıram ora. Belə 10 həftə gedib. 10 həftə gedib, 11-ci həftə idi. Yəni ki, həmişə o yoxlayıram, görürəm ki, uduşda mənim, məsələn, tiraj deyək ki, 8-ci tiraj, məsəl üçün. Görürəm ki, uduşda mənim nömrəm çıxmadı ora, başqa insanın nömrəsidir. O qapaqları tullayırdım. Yəni ki, o zamana qədər saxlayırdım da. Bu dəfə də ki, bu 11-ci tirajda da elə oldu qismətdən, yəni ki, uduş oldu. Elə evdə oturmuşduq. Qardaşım da belə Sulçayla gəldi. Qardaşım da ayla, yəni ki, bura gələndə öyle, düzdür, telefonla belə hərdən əlaqə saxlayır, o da işləyir, iş adamı deyil, yəni ki, mən də işləyirəm, başqa aşıq olur. Belə amma hərdən əlaqə saxlayır. Birdən belə qapı açıldı, saat belə 2-yə 15 dəqiqə zad qalardı nəsə. Gəldi içəri, yəni salam Məlikəli, salam. Evdə də bibim var. Yəni oturduq elə belə ailə söhbətləri gedirdi evin içində. Yəni, saat 2 idi. Götürdüm, açdım YouTube'da bu canlı yayımı açdım. Mən bir kənarda oturmuşam. Qardaşımla bibi söhbət edir. Yəni mən barədə, mənim o problemlərim barədə söhbət edirlər. Mən də oturmuşam, canlı yayıma baxıram. Qardaşım deyir ki, dəqiqə elə. Biz sənin burada məsələndən danışırıq, sənin problemindən danışırıq. Sən telefonu bibi deyir ki, telefonu əlindən qoyma. Elə bütün günü bu telefondadır. Mən də çox baxıram, mənim TikToka baxıram, ora, bura, beləsinə də baş qatıram. Bekar vaxtımda, işdə olanda da işdəyəm. Və zarafatca qeyd etdim ki, dedim, nə deyib, baxıram da bu şeyə, canlı yayım gedir, nə bilim, bizon şeyi, bu belə, saat bizon, elə bu da uduşu sənə verəcək, utdun sən. Dedim, udacam. Beləsinə də, belə söz misalı. Öyle doğrudan da üstündən bir 5 dəqiqə keçmişdi. Bir baxdım ki, zəng gəlir. Mən bilmədim ki, yəni biz ondan zəng gəlir də. Adi belə ev nömrəsi zəng gəlir. Telefonda zəng salanda hamımız açıb qaldırıb danışırıq. Açdım telefonu, belə tutdum qulağıma. Qardaşım da belə baxır ki, kimindir? Gördüm Bizon şirkətidir. Qoydum mikrofona qoydum. Mikrofonu qoydum, deyir ki, Bizon şirkətindən sizi salamlayırıq, Rasim bəy. Necəsiniz, hal-əhvalınız necədir? Dedim, valla belə də, yəni ortaq normal. Bəs biz sizi sevindirəcəyik. Belə gördüm ki, qardaşım belə gözləri belə baxır. Bibi də oturub qulası, deyir ki, bəs bu həftənin qalibi sizsiz, maşın utdunuz belə elə. Doğrudan da yəni sevinc oldu, evdə sevindik ki, yəni ki, belə birdən-birə yəni belə xəbəri eşitmək. Mən özüm biraz açıq belə həm şoka düşdüm, həm belə tutuldum qaldım. İndi yəni ki, təbrik elədilər ki, bəs elan elədilər ki, bu həftənin qalibi bəs mənəm də. Nəysə sağollaşdıq, sonra da xəbər elədilər ki, bəs səhəri gələrsiniz, gəncliyim ola, təqdimat olacaq da, maşın təqdimatı olacaq. Allah hamıya qismət eləsin. Bir də ki, bu baxıram, indi mənim şəklimi paylaşıblar da, maşının yanında, asar əlimdə. Yəni insanlar kommentariya yazır da, öz fikirlərini yazırlar. Sağ olsunlar, yaxşı fikir yazanlar, yəni ki, Allah köməkləri olsun, Allah onlara da qismət eləsin belə şad günlərdən, yəni ki, sevincli günlərdən. Amma o bəzi söz yazanlar var, nə bilim, o inanmıram yazanlar, nə bilim, öz adamları yazanlar, oxuyuram da kommentariyaları. Onlara mənim fikrimi bildirmək istəyirəm. Vəbşə öz millətimə, mən millətimi sevən oğlanam. Millətimə, xalqıma fikrimi bildirmək istəyirəm ki, həqiqətən də bu, yəni təmiz,
belə şəffaf, yəni necə deyim, yaradılıb. Mən həqiqətən də bunu özüm udmuşam. Mən heç kimi yəni ki, belə tanımıram, eləmirəm. Özüm Bakubusda işləyirəm. Nə qədər məsəl üçün bizim sürücü hamısı yəni ki, kasıbçılıqla bu yerə gəlib, yəni kasıb adamam da. Hamı bizim o sürücülər bugünkü günəycən, yəni eyni şirkətin işçiləri də nə qədər təbriklər gəlir, kim harada görür məni indi şey eləyir, yolda da keçirlər bizim küçədən məsələn, hamısı təbrik eləyir, siqnal verir. Yəni həqiqətən də bu şəffaf, yəni düzgün uduşdur. Tərtəmiz olan şeydir. O inanmayanlara sözüm odur ki, inanın, bir alın o, biz onu bir açın, heç olmasa. Yəni ki, onu bir qeyd eləyin də, bəlkə sənin də şansına düşür. Necə mənim şansıma düşür. 11 dənə tiraj gedib, 11 insan udub da, 11 insanın da hamısında indi şansına düşüb də. Ola bilməz ki, 10 milyon əhalidir, 10 milyon elə 9 milyon uçsun, ola bilməz. 10 milyon içindən elə 15 nəfər olur. Yəni ki, bəlkə 15 nəfərin içində sənin də olacaqsa. Sən yəni ki, aç onu bir qeyd elə də. Allah qismət Allahdandır. Mən özüm də 10 həftədir. Yəni ki, bunu vururdum da. Yəni ki, uduş olmadı, bir şey olmadı. 10 həftə gedib yerdə də qalmışdı 3 həftəsi. Bu da indi 11-ci həftə mənə qismət oldu. Ola bilərdi ki, bunu da udmayım, elə bu kampaniyada qutarardı. Yəni ki, mən nəqd eləməmişdim ki, mən bunu udacam. Yəni ki, cəmi 13 dənə 13 həftə 13 maşın qoyulub da uduşa. 13 adamın qisməti idi bu 10 milyon xalqın içində. Nömrələri deyəndə elə baxırdı, mən də oturmuşam kresloda, olardı burada. Bir də gördüm adı familiyası çıxdı. Tez əl çaldım, qışqırdım, başladım ağlamağa. Sevincimdən ağladım. Dedim şükür sənə, ay Allah. Maşın təqdimat olundu, açarlar verildi gəncliyim oldular. Səhəri gündə yəni familiyaya getdik də. Maşın yəni şoferimiz olunub, həqiqətən də mənim öz adımadır. Bu texpasport. Maşını burada məhəllədə saxlamışam. Maşın burada göz qabağında dünən məhv olmuşam onun reklamının sökülməyi ilə. Yəni ki, maşın da burada göz qabağındadır. Bu da o vurduğum bizon qapaqlarının yeri buradır. Hələ maşını udmuşam, uduşdan sonra yenə də vururam. Bunlar təzə həftəninkilərdir. Bu 12-ci tiraja gedir bunlar. Allah olmayanlara qismət eləsin.